Ringdə növbəti qızıl medalı ölkəmizin aktivinə yazdırdı. Первый судья Азербайджан, второй судья Азербайджан, третий судья Азербайджан, четвертый судья Азербайджан, пятый судья Азербайджан. Религия возмущенная Özbekistan'da olan komşu, Kastamonu приглашается в Азербайджан Узбекистан. İştirakçılar ringə dəvət olunurlar. Özbəkistan təmsilçisi Azizbek Skogijonovla Tacikistanlı Behruz Umarov 50 kiloqram çəki dərəcəsində 3-cü MDB oyunlarında qalibin adına aydınlıq gətirəcəklər. Tacikistan təmsilçisi Behruz Umarov da ringə gəlir. Son tamamlanma işləri həyata keçirildi. Azizbek Şokirjinovla Tacikistanlı Behruz Umarov arasında keçirilən qarşılaşma start götürür. İlk raund başladı. Qeyd etmək istəyərdim ki, döyüşlərin yarışında son illərdə Özbəkistan təmsilçiləri olduqca uğurlu performans göstərirlər və son illərə nəzər yetirdikdə olimpiyadada dəfələrlə qızıl medal qazanıblar. Bir sözlə, boks Özbəkistanda son illərdə olduqca inkişaf səviyyəsindədir, inkişaf etdirilir. Qarşılıqlı zərbələr gəlir. Özbəkistan təmsilçisindən dəqiq
Zərbələr izləyirik. Fikir verin. Tacikistan təmsilçisi də zərbələr indirir. Ancaq Özbəkistan təmsilçisi Azizbek Şukrijonov dəqiq başa doğru zərbələr indirir. Və ancaq fikir verin, hesab açılır. Hesab Özbəkistan təmsilçisi üçün açılır. Azizbek Şukrijonov tərəfindən. Tacikistan təmsilçisi qüvvətli zərbə yerinə yetirdi və hakimlər də hesabı açmağı məsləhət bildilər. İlk raund yekunlaşdı. Fikrimcə bu knockdown'un görüşün ilk raunduna olduqca təsiri yüksək olacaq. Hakimlərin qərarına mən nəzər yetirirəm, bəli. Bütün hakimlər yekdilliklə ilk raunddan sonra 19 hesabı ilə qələbəni Behruz Umarova veriblər. Qeyd etdiyim kimi Azizbek Şukrijonovun knockdown'da düşməsi hakimlərin rəyində olduqca önəmli rol oynadı. İkinci raund start götürdü bu görüşdə. Görək, Özbəkistan təmsilçisinin cavabı necə olacaq? Tacikistan təmsilçisindən ardıcıl, dəqiq zərbə, tutarlı zərbə, belə deyə Özbəkistan təmsilçisi də buna cavab verdi. Qarşılıqlı zərbələr izləyirik hazırda. Azizbek Şukrijonov rəqibi küncə sıxışdırıb. Behruz Umarov da öz dəqiq zərbələrini yerinə yetirir. Qarşılıqlı zərbələr. İzləyək, görək. Hakim hər iki döyüşçüyə xəbərdarlıq edib. Sanki boksdan çox güləşə meyl etdi hər iki boksçu. Artıq bu yorğunluq əməlidir. Özbəkistan təmsilçisindən dəqiq tutarlı zərbə gəldi. Və ikinci raund yekunlaşdı. İlk iki raundun yekununa görə yenidən hakimlər Tacikistan təmsilçisinə üstünlüyü verdilər. Bu isə o deməkdir ki, olduqca çətin bir. Çünki
İlk 2 raunddan sonra hesab 20-18 Behruz Umarovun xeyrinədir. Tacikistan təmsilçisinin yalnız açıq-aşkar üstün olduğu halda Özbəkistan təmsilçisi və rəqibini nokaut etdiyi halda mənim fikrimcə qalib gələ bilər bu görüşdə. Əks halda olduqca çətin olacaq. Çünki 20-18 hər 2 raundu Tacikistan təmsilçisi öz aktivinə yazdırır və qarşılıqlı hücumlar izləyirik. Artıq açıq döyüş gedir. Və Özbəkistan təmsilçisi rəqibini ringin küncünə sıxışdırıb. Qarşılıqlı zərbələr, olduqca açıq bir döyüş gedir. Və bu knockdown deyil, sadəcə ayağı sürüşüb yıxıldı Tacikistan təmsilçisinin. Qarşılıqlı zərbələr. Özbəkistan təmsilçisi 3-cü raundda fikrimcə biraz fəaldır, ancaq Tacikistan tərəfi mənə elə gəlir ki, ilk 2 raundun üstünlüyündən maksimum istifadə edir. Hazırda açıq-aşkar məğlub olmamağa çalışır. Tacikistan təmsilçisinin ayaqqabısı açılır və qarşılaşma dayandırılır. Görüş başa çatır. Behruz Umarov fikrimcə bu görüşdə qələbə qazanacaq. Özündən də əmindir. Çox güman ki, bu görüşdə Tacikistan təmsilçisi Behruz Umarov qələbəni bayram edəcək. Özbəkistan tərəfi də göz yaşlarını saxlaya bilmir. Artıq o da təxmini nəticəni bilir. Azizbek Skorkijonov. Bəli, Behruz Umarov qalib gəldi bu görüşdə. 5-0 hesabı ilə rəqibini üstələdi. Rəqibinə dəstək olur. Behruz Umarov 3-cü MDB oyunlarını 50 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində qalib başa vurur Behruz Umarov və Tacikistan bayrağı ilə ringdə dövrə vurur.